əziz və dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Biz sizlərlə keçən bir dərsdə nəzər salmışdıq faizin ilkin mövzularından biri olan nisbət, tənasüb, tənasübün xassələri, hətta tərs və düz mütənasib kəmiyyətlərə. Ümid edirəm ki, o mövzu hər biriniz üçün faydalı və aydın olmuşdur. Bu günləri isə faiz, ədədin faizinin tapılması və faizinə görə ədədin tapılmasından danışacağıq. İlk öncə istərdim mən sizlərlə başlayım mövzu izahı, daha sonra isə test tapşırıqlarının həlli ilə. Uşaqlar, faiz əslində çox klassik tərifi var faizin. Bəs bu klassik tərifin altında yatanlar nələrdir? Biraz da ondan danışacağıq. Ümumiyyətlə, faiz nə deməkdir? Biz deyəcəyik ki, ədədin 100-dən bir hissəsi bizdə adlanır faiz. Və faizin işarəməsi bu şəkildədir uşaqlar. Misal üçün, bir faiz nə deməkdir? Yəni, 1-in 100-də 1 hissəsi. 1 vurulsun 100-də 1. Nə olur? 0-dan 100-də 1. Və yaxud da ki, 2 faizi nə deməkdir uşaqlar? 2 vurulsun 100-də 1. Nə olur? 0-dan 100-də 2 olur. Və yaxud da ki, x faiz nə deməkdir? X-in 100-də 1 hissəsi. Yəni, x vurulsun 100-də 1. Bərabər olur x bölünsün 100. Və nəzərinizə çatdırım ki, buradakı x ixtiyari bir natural ədəddir. Uşaqlar, həmişə mənə sual verirsiniz ki, nəyə görə sırf ədədin 100-dən 1 hissəsini faiz götürürük? Nəyə görə 12-də 1 hissə yox, 8-də 1 hissə yox və yaxud da ki 93-də 1 hissə yox, sırf 100-də 1 hissə. Uşaqlar, nəzərinizə çatdırım ki, orta əsrlərdə müxtəlif ölkələr arasında güclü ticarət gedirdi. Hər ölkənin müxtəlif öz pul sistemi və öz ölçü vahidi var idi. Bu fərqli sistemləri müqayisə etmək çətinləşirdi. Ona görə də tacirlər ortaq bir baza axtarırdılar ki, onlar üçün müqayisə etmək rahat olsun. Və ən nəhayətində 100 ədədi seçildi. Çünki insan təbiətən 10 barmaqla sayır. Onluq say sistemi hamıya tanışdır. 100 isə onun ən rahat, ən bölünən tam ədədidir. Beləcə, hər şey 100 üzərində müqayisə edə fikri yayıldı və latıncada percentum sözündən yaranıb, mənası isə 100-dən deməkdir. Yəni, faiz anlayışı belə yaranıb uşaqlar. Yəni, faiz nə riyazi kəşfdir, nə də təsadüfdür. Sadəcə insanların birini başa düşmək üçün tapdığı ortaq bir dildir uşaqlar. Gəlin indi isə ən əsas mövzumuzun davam edək. Gəlin indi danışaq uşaqlar sizlərlə faizin ədədə çevrilməsindən. Ədədə çevrilməsi. Uşaqlar, faizi ədədə çevirmək üçün həmin ədədi 100-ə bölmək lazımdır. Misal üçün 50% verilibsə, desələr ki, bunu ədədlə ifadə edin, o zaman verilmiş ədədi 100-ə böləcəksiniz. Nə olur? Olur 0,5. Və yaxud 75% ədədini ifadə etmək üçün 75-i böləcəksiniz 100-ə. Nə olur? Olur 0,75. Bəs ədədə faizi çevirmək üçün nə edirik? Həmin ədədi 100-ə vururuq. Misal üçün verilib uşaqlar 0,3. Deyir ki, bunu faizlə ifadə edin. O zaman 0,3-ü 100-ə vuracaqsınız. Olacaq nə? 30%. Və yaxud da ki, 7,5-i faizi çevirmək üçün 7,5-i vuracaqsınız 100-ə. Nə olur? Olur 750. Daha doğrusu 75. 75%. 750%. Yəni, ədədin faizə çevrilməsi, faizin ədədə çevrilməsi bu şəkildədir, çox sadədir. Gəlin, indi danışaq ədədin faizinin tapılmasından. Uşaqlar, A ədədinin x faizini tapmaq üçün nə edirik? Uşaqlar, baxın, A ədədinin x faizini tapın dedikdə biz nə nəzərdə tuturuq? Biz x faizini nə dedik? Dedik ki, x faiz demək, x-in 100-də 1 hissəsi deməkdir. Yəni, 100-də x deməkdir. Bir sözlə deməkdir ki, A ədədinin 100-də x hissəsini tapın. Baxın, nə elədik? Faizi hissə ilə ifadə etdik. Yəni, A ədədinin 100-də x hissəsini tapın. Nə olur? A ədədinin 100-də x-ini tapmaq üçün A-nı vururam 100-də x-a. Olur, A vurulsun x bölünsün 100. Misal üçün, verilə bilər ki, 30 ədədinin 60%-ni tapın. Yəni, nə deməkdir? 30 ədədinin 100-də 60 hissəsini tapın. Təbii ki, hissəni də hamımız tapa bilirik. 30-u vururam 100-də 60-a. İxtisarlarımız gedir, nə qalır? 6 vurulsun 3, 18. Yəni, 30-un 60% demək elə 18 deməkdir. Bəs faizə görə ədədin tapılması verilə bilər ki, y faizi B olan ədədi tapın.
Bu nə deməkdir bəs? %y hissəsi B olan ədədi tapın. Bunun üçün nə edirdik? Uşaqlar verilmiş ədədi hissə göstərən ədədə bölürdük. Nə olur burada? B vurulsun 100 bölünsün y. Misal üçün 50% 100 olan ədədi tapın. Nə edirəm? 100-ü vururam. 50-yə bölürəm 100-ə. Sən demə 50-nin özü elə 100 imiş. 50% 100 imiş. Baxaq görə düz tapdığımı. B vurulsun 100, 50 vurulsun 100 bölünsün 100. Yəni 50. Bəs uşaqlar, kəmiyyətlərin dəyişməsinin faizlə ifadəsi nədir? Tutaq ki, hər hansı bir dükana gedirsiniz. Tutaq ki, malın qiyməti 20 manatdan 25 manata artıb. Sual verir bilər ki, malın qiyməti neçə faiz artıb? Uşaqlar, baxın, 20 manatdan 25 manat artıb, düzdürmü? Neçə manat artıb? 5 manat artıb. Və yaxud da ki, belə də baxa bilərik. 20 manat əvvəlki qiyməti, düzdürmü? Əvvəl mağazindəki bu qiymət 100%li qiymət idi. Bəs 25 manat bizə neçə faiz olacaq? Olacaq x faiz. Buradan da tapsaq 20 vurulsun x bərabərdir 20 vurulsun 5 vurulsun 25. 20-dən ixtisar gedir, x bərabərdir 125%. Yəni, əvvəlki malımız 100% idisə, yenisinin qiyməti 125% olub. Yəni, 100%-dən artıb 125%. Neçə faiz artmış olub? Fərqinə baxsa 25% artmış olub. Bəs bunun üçün düstur nəyə verə bilərik? Uşaqlar, belə bir düstur var. A ədədi artıb və yaxud da ki, azalıb B olubsa, o zaman artma və azalma faizini biz modulca B çıxsın A bölünsün B kimi tapırıq. Vurulsun B. Bölünsün A daha doğrusu. Köhnə qiyməti bölürük. 25 çıxılsın 20 bölünsün neçə? 20 vurulsun 100. Burada nə alıram? 5 bölünsün 20 vurulsun 100. Yəni 1 böl 4 vurulsun 100 bərabər olur nəyə? Elə 25%. Deməli, tapdığımız cavab neymiş? Doğruymuş. Baxın uşaqlar, 5 ədədi 2 ədədindən neçə faiz çoxdur? Sual verir. Bəs biz burada hardan biləcəyik ki, məxrəcdəki hansı ədədə bölməliyik? 5-ə mi bölməliyik, 2-yə mi bölməliyik? Biz fərqi tapaq. 5 çıxılsın 2 bölünsün, bilmirik hansına böləcək, vurulsun 100. Baxın uşaqlar, həmişə burada çaşmamaq üçün dan-dən şəkilçisinə fikir verəcəksiniz. Dan-dən şəkilçisi hansı ədədə məxsusdursa, həmin ədədə böləcəksiniz. Baxın, 5 ədədi 2 ədədindən. Hansı ədədə məxsusdur? 2 ədədindən. Bölürəm 2-yə, nə olur? 3 bölünsün 2 vurulsun 100. İxtisar gedir, nə qalır? 3 vurulsun 50, 150. Mövzu izahı bu qədər uşaqlar. Düşünürəm ki, hər birinizə aydındır. Gəlin keçək test tapşırıqlarının həllinə. Birinci suala baxaq. Deyir ki, tornacı gün ərzində 400 detal hazırlamalı idi. O planı 110% yerinə yetirdi. Tornacı neçə detal hazırladı? Baxın uşaqlar, tornacı 400 detal hazırlasaydı, gün ərzində bütün işini tamamilə görmüş olacaqdı. Yəni 100% görmüş olacaqdı. Amma o 100%-dən daha çox yerinə yetirib. Nə qədər yerinə yetirib? 110%, düzdürmü? Neçə detal hazırlayıb? X detal bilmirik. Buradan da tapsaq ki, 400 vurulsun 110 bərabərdir x vurulsun 100. İxtisarlarımız gedir, yerdə nə qalır? X bərabərdir 440. Yəni 440 detal hazırladı. Və yaxud da ki, 400-ün 110%-ni tapırsınız. Bölürsünüz 100-dən, yenə eləyir 440. Sual 2. Yağlığı 4% olan 12500 kiloqram südün tərkibində neçə kiloqram yağ var deyir. Baxın uşaqlar, yağlığı 4% isə bunun 1%-nin tərkibi 1 kiloqramının tərkibində də 4% var, 10 kiloqramının tərkibində də 4% var, nə bilim 95 kiloqramının tərkibində də 4% var. Ən nəhayətində 12500 kiloqramının tərkibində də 4% var. Buradan 12500-ün 4%-ni tapsam, alacam 500 kiloqram.
Olacaq D variantı. Baxaq 3-cü suala. Deyir ki, A ədədi 75-in 24%, B isə 24-ün 75%-dirsə, A və B ədədləri arasındakı münasibətlərdən hansı doğrudur deyir. Baxın uşaqlar, A ədədi 75-in 24%-nə bərabərdir. Gəlin 75-in 24%-ni tapaq. Nə olur? A bərabər olur. 75 vurulsun %24. Yəni 75 vur 24 bölünsün 100. Bəs deyir ki, B ədədi də 24-ün 75%-dir. Yəni 24 vurulsun %75 bərabərdir 24 vurulsun 75 bölünsün 100. Nəzər salsam A və B ədədlərinə görərəm ki, məxrəcdə də, surətdə də eyni ədədlərdir. Yəni bu ədədlər bərabərdir. 4-cü sual. Tamaşa zalında 600 yer var deyir. Bu yerlərin 24,5%-i parterdə, qalanları amfiteatrdadır. Deyir ki, amfiteatrda neçə yer var? Baxın uşaqlar, ümumi 100%-li yerdir, düzdürmü? Bu 100%-li yerin 24,5%-i parterdir, parterdə. Qalanları, yəni 100 çıxılsın, 24,5 olur amfiteatrda. Nəzər salsaq 100-dən 24,5-i çıxdıqda nə qalır bizdə? Qalır 75,5. Düzdürmü? Hə. Baxın uşaqlar, deyək ki, 75,5%-i amfiteatrdadır. 600 yerin 75,5%-ni tapsam, 100-ə bölsəm nə qalır burada? Qalır 453 yer. Yəni 453 yer amfiteatrda yerləşir. Qalanları isə, yəni 24,5%-i, yəni 600 çıxsın 453-ü parterdə olur. 5-ci sual deyir ki, A ədədinin 30%, B ədədinin 45%-nə bərabər olarsa, B bölünsün 2A-nı tapın. Baxın, verilənləri tək-tək yazırıq uşaqlar. A ədədinin 30%, yəni A vurulsun 30%, bərabər olur B ədədinin 45%, B vurulsun 45%. Baxın uşaqlar, buradan yüzlər ixtisar gedir, qalır 30A bərabərdir 45B-yə. Hər iki tərəfi 3-ə bölsəm nə alaram? 10A bərabərdir 15B. Hər iki tərəfi 5-ə bölsəm nə alaram? 2A bərabərdir 3B. Buradan A böl B nisbətini düzəltsəm və yaxud da ki, B böl A nisbətini düzəltsəm mənə nəyə verər? 2 bölünsün 3. Düzdürmü? Bizdən isə soruşur ki, B bölünsün 2A-nı tapın. Buradan mən yaza bilərəmmi? 2-də 1 vurulsun B bölünsün A. Bərabər olur 1 bölünsün 2 vurulsun. B böl A-nı tapdıq, düzdürmü? 2 bölünsün 3. 2-lər ixtisar gedir, yerdə qalır nə? 1 bölünsün 3. Olur A variantı. 6-cı sual. A ədədinin 25%, B ədədinin 35%-nə bərabərdirsə, B bölünsün 5A-nı tapın. Baxın, 25A bərabər olur 35B-yə, düzdürmü? Hər iki tərəfi 5-ə bölsəm, 5A bərabərdir 7B alıram. B böl A-nı düzəltsəm, nə almış olaram? 5 bölünsün 7 almış olaram. Və bizdən də B bölünsün 5A nisbətini, yəni 5-də 1 vurulsun, B bölünsün A-nı soruşur. B bölünsün A nisbətini tapmışam, 5-də 1 vurulsun, 7-də 5. 5-lərim ixtisar gedir, 7 nə qalır? 1 bölünsün 7. Olur B variantı. 7-ci sual. İki müsbət ədəddən birinin 15%, digərinin 45%-nə bərabərdir. Baxın uşaqlar, iki müsbət ədədi bilmirik. İxtiyari A və B ədədləri götürürük. Yəni A-nın 15%-i bərabərdir B-nin 45%-nə. Hər iki tərəfi 15-ə bölsəm A bərabərdir 3B alacam, düzdürmü? Buradan da A böl B nisbətini düzəltsəm nə almış olaram? 3 bölünsün 1 almış olaram. Deyir ki, bu ədədlərin cəmi 256-ya bərabərdir. A plus B nəyə bərabərdir? 3K plus K. Yəni 4K, o da nəyə bərabərdir? 256-ya. K bərabər olacaqmı 64-ə? Buradan K-nı 64 tapdım. Bizdənsə A və B ədədlərini soruşur. Baxın uşaqlar, 3K və K ədədimiz, düzdürmü? K-nı tapdım 64. 3 vurulsun 64 nə olacaq? Olacaq 192. 192 və 64 ədədləriymiş, sən demə. 8-ci sual eyni sualdır, amma gəlin biz yenə də yazaq. İki müsbət ədəddən birinin 70%, digərinin 30%-nə bərabərdir. Bu ədədlərin fərqi 70 olarsa onları tapın deyir. Baxın uşaqlar, yenə A və B ədədlərini götürürəm. A-nın 20%-i bərabərdir B-nin 30%-nə. Yəni 2A bərabərdir 3B. Buradan A böl B nisbətini düzəltsəm nə olar? 3 böl 2 olar. Yəni 3K, 2K. Deyir ki, bu ədədlərin fərqi, yəni 3K çıxılsın 2K bərabər olur 70-ə.
Buradan tapıram ki, k nəyə bərabərdir? 70-ə bərabərdir. Deyir ki, bu ədədləri tapın. 3 vurulsun 70 nə olur? 210 olur. 3 vurulsun, daha doğrusu 2 vurulsun 70 nə olur? 140 olur. Yəni 140 ilə 210. Olur B variantı. 9-cu sual maraqlı suallardan biridir və imtahanda qarşınıza çıxa bilər belə bir sual. Deyir ki, sxemdə buğdadan müəyyən itki ilə un, undan müəyyən artım ilə çörək alınması prosesi verilmişdir. Verilənlərdən istifadə edərək neçə kiloqram çörəyin alındığını tapın deyir. Baxın uşaqlar, buğdanın miqdarı nə qədərdir bizdə? 300 kiloqram. Düzdürmü? 20% itki. Baxın uşaqlar, 300-ün 20%-ni tapıram və 300-dən çıxıram. Baxın, 300-ün 20%-ni tapıram. Nə olur? 60 olur. Yəni, mənim 300 kiloqram buğdam var idi. O buğdanın mən üyütdüm, 20%-i itkiyə getdi. Yəni, nə qədəri? 60 kiloqram itkiyə getdi. Yerdə nə qədər buğda qaldı uşaqlar? 300-ün 60-ı itkiyə gedibsə, yerdə qalır 240 kiloqram. Düzdürmü? Bu 240 kiloqram bizdə nədir uşaqlar? Undur. Sonra deyir ki, undan da 30% artımı ilə çörək aldıq. Çörək necə alırıq? Droşaki qatırıq, su qatırıq, olur un. Daha doğrusu çörək. Baxın, 240-ın da 30%-ni tapıram. Bunlar ixtisar gedir, nə qalır? 72. Yəni, 240 kiloqramın da üzərinə 72 gəlsəm, mən çörəyi almış olacam. 240 üstə gəl, 72 eləyir 312 kiloqram un. 10-cu sualı sizin ixtiyarınıza buraxıram. Düşünürəm ki, yaza biləcəksiniz. Rahat sual. Baxaq 11-ci suala. Deyir ki, kvadratın tərəfi 10% artırdıqda onun sahəsi neçə faiz artar? İlk öncə yadımıza salaq kvadratın sahəsini. Uşaqlar, kvadratın sahəsi bizdə bərabər olur A kvadratına. Tərəfi adırsa, sahə olur A kvadratı. Gəlin ilk öncə kvadrat çəkək 2-nə. Bu olsun bizim bir kvadratımız. Bu da olsun diğer kvadratımız. Baxın uşaqlar. İlk bizdə A-dır, düzdürmü? Sahəsi nədir? A kvadratı. Deyir ki, kvadratın tərəfini 10% artırdıqda. Kvadratın tərəfini 10% artırsam nə olur? Olur 1/1A. Yəni mənim aldığım yeni kvadrat tərəfi olur 1/1A. Və sahəsi nə olur? 1/1A vurulsun 1/1A nəyə bərabərdir? 1/1A kvadratına bərabərdir. Yəni yenisinin sahəsi olur 1/1A kvadratı. Deyir ki, onun sahəsi neçə faiz artar? Baxın, demişdim ki, A kvadratısa artır olur 1/1A kvadrat. Düzdürmü? Nə edirik? Çıxırıq. 1/1A kvadrat çıxılsın A kvadratı bölünsün 100. Vurulsun, daha doğrusu bölünsün A kvadratı vurulsun 100. Buradan alıram 0,121A kvadratı bölü A kvadratı vurulsun 100. A kvadratı ixtisar gedir, yerdə qalır 21%. Kəmiyyətlərin dəyişməsi faizin ifadəsi. 12-ci sual, kvadratın tərəfini 20% artırdıqda onun sahəsi neçə faiz artar? Baxın, kvadratın tərəfi A-dır, düzdürmü? Sahəsi nə olur? A kvadratı. Kvadratın tərəfini 20% artırmaq nə deməkdir? A vurulsun 0,2, yəni 20%, üstə gəl A. Bərabərdir nəyə? 1/2A-ya. Baxın, tərəf 1/2A-dır. Sahə nə olur? 1/44A kvadratı. Çıxsam nə alıram? 1/44A kvadrat çıxsın A kvadratı bölünsün A kvadratı vurulsun 100. Yəni bir sözlə bu nə deməkdir uşaqlar? 144A kvadratı A kvadratından neçə faiz çoxdur deməkdir. Buradan alıram 0,44A kvadratı bölünsün A kvadratı vurulsun 100. A kvadratlar ixtisar gedir, yerdə qalır nə? 44%. 13-cü suala baxaq. Deyir ki, traktorçulardan biri sahənin 30%-ni, digəri isə qalan sahənin 40%-ni şumladı deyir. Sahənin neçə faizi şumlanmamış qalar? Uşaqlar, adətən mən nəzər salıram yazdığınız tapşırıqlara. Siz nə edirsiniz? 30% üstə gəl 40% bərabərdir 70%. 70%-ni şumlayıb, o zaman 100-dən 70 çıxarım, qalır 30%. Bu tamamilə səhvdir. Nə edirik uşaqlar? Baxın, traktorçudan biri sahəni. Mən sahəni bilmirəm. Götürürəm 100 hektar. Sahəm ümumi 100 hektardır.
Sahənin 30%-ni şumlasam, yəni 30%-i nə qədər edər 100-ün? 30 hektar edər, düzdürmü? İlk öncə 100 hektarın 30 hektarını şumlasam yerdə nə qədər qalar? 70 hektar qalar. Deyir ki, digəri isə qalan sahənin, yəni 70 hektarın 40%-ni şumladı. 70-in də 40%-ni tapsam, nə olur? 28 hektar olur. Yəni 70 hektarın da 28 hektarını şumladım. 70-dən də 28-i çıxdıqda qalır bizdə 42 hektar. Deyək ki, sahənin neçə faizi şumlanmamış qalar. Baxın uşaqlar, ümumi 42 hektar şumlanmamış qaldı. Yəni 100-dən 42 hissəsi şumlanmamış qaldı. Bunu da faizini ifadə etmək üçün vururam 100-ə. Nə olur? 42%. 14-cü sualda eyni sualdır. Deyir ki, turistlər əvvəlcə gediləcək yolun 60%-ni. Yolu götürürəm 100. 100 kilometr. 100 kilometrin 60%-ni gediblər. Nə qədər gediblər? Yəni 60 kilometrini gediblər. Yerdə nə qədər qalıb? 40 kilometr qalıb. Deyək ki, sonra isə qalan yolun 30%-ni qət edirlər. 40 kilometrin 30%-i nə qədər edir uşaqlar? 12 kilometr. Yəni 40 kilometrinin də 12 kilometrini getdilər. Yerdə nə qədər qaldı? 40-dan da 12-ni çıxsaq, alaram ki, bərabər olur 28 kilometrə. Yəni 28 kilometr qalıb. Yəni yolun 100-dən 28 hissəsi qalıb. Bunu da 100-ə vursam, olacaq 28%. 28% gedilməmiş yolları qaldı. 15-ci sual. Baxın, əslində bu da eyni sualdır uşaqlar. Deyir ki, birinci gün mağazadakı ərzağın 30%-ni, ikinci gün isə qalan ərzağın 50%-ni. Baxın, tutaq ki, mağazada 100 kiloqram tutaq ki, meyvə var ya da ərzaq var. Bu 100 kiloqramın 30%-ni satıblar ilk öncə. 30% nə qədər edir? 30 kiloqramı. Yəni 30 kiloqramını satıblar. Yerdə neçə kiloqram qalır? Təbii ki, 70 kiloqram qalıb. Yəni birinci gün 30 kiloqram satıblar, 70 kiloqramları qalıb. İkinci gün isə 70 kiloqramın, baxın qalan ərzaq deyir. Nə qədər qalmışdı? 70 kiloqram. 70 kiloqramın da 50%-ni. 50%-i də 70-in 50%-i ilə 35. 35 kiloqramını satıblar. 70-dən 35-i çıxsam, 35 kiloqram qalmış olacaq. Yəni, bu nə deməkdir? 100 kiloqram meyvənin 35-ini satıblar. 35-i qalıb. %35 vurulsun 100. Edir 35%. Amma bizdən soruşur ki, neçə faizi satıldı? 100-dən də 35-i çıxsaq bizə nə verir? 65. 65% satıldı, 35% isə qaldı. 16-cı sual deyir ki, iki müsbət ədəddən birinin 30%, digərinin 40%-nə bərabərdir. Kiçik ədəd 15 olarsa onların fərqinin modunu tapın. Uşaqlar, baxın, bunlar elə 7-ci, 8-ci suallarla eynidir, sadəcə biraz şərti fərqlidir. Gəlin baxaq. Baxın, iki müsbət ədəd. Bu iki müsbət ədədi bilmirəm. A və B götürürəm ədədlərimi. A-nın 30%-i B-nin 40%-nə bərabərdir. Yəni, nə alıram buradan? 3A bərabərdir 4B alıram. A böl B-nin nisbətini düzəltsəm nə almış olaram? 4-ün 3-ə. 4K, 3K. Deyir ki, kiçik ədəd 15-dir. Baxın, hansı ədədi? Təbii ki, 3K kiçik olacaq, düzdürmü? 3K bərabərdir 15-ə. Buradan K-nı nə alıram? Alıram 5. Yuxarıdakı ədədi 5-ə vursam, 4 vurulsun 5 edir 20. 20 və 15, düzdürmü? Deyir ki, bu ədədlərin fərqini tapın. 20-dən də 15-i çıxsam nə olur? 5 olur. 17-ci sual. İki müsbət ədəddən birinin 20%, digərinin 35%-nə bərabərdir. Baxın, eyni sualdır. A-nın 20%-i bərabərdir B-nin 35%-nə. Hər iki tərəfi 5-ə bölsəm nə alaram? 4A bərabərdir 7B. A böl B nisbətini düzəltsəm, 7-nin 4-ə, kiçik ədəd 60-da deyir, 4K bərabərdir 60-a, K nəyə bərabər olur? 15-ə. 7-ni də 15-ə vursam, onların cəmini tapın deyir. 7 vur 15, üstə gəl, 4 vur 15 tapmış olarıq. Yəni 11 vurulsun 15. 18-ci sual. 12% ilə 2%-in fərqi 50 olan ədədin 50%-ni tapın. Baxın uşaqlar, bu sualın bu hissəsinə hələ baxmırıq. Baxın, 50%-in tapının hissəsini sildim. Nəzər salırıq. Ədədi bilmirik, düzdürmü? O zaman ədədi nə götürürəm? Yazıram burada x. Ədədim nədir? X-dir. Deyir ki, x-in
12% ilə 2%-nin fərqi. X-in 12% neyinir? %12x. 2% neyinir? %2x. Bunları çıxsam və 50-yə bərabər edirəm. Təbii ki, 50-yə bərabərdir. Nə alıram? 10x bərabərdir 5 vurulsun. 10 vur 10. Onlar ixtisar gedir. Yerdə nə qalır? 50. Yəni mənim ədədim neymiş uşaqlar? 50-ymiş. Ədədin deyir, indi bu hissəni açaq. Ədədin deyir 50%-ni tapın. 50-nin də 50%-i nə edir uşaqlar? 50 vur 50 bölü 100. Olur 25. Baxın burada da. Ədədin 20%-nin 30%-nin cəmi. Baxın ədəd nədir? X-dir. X-in 20%-i %20x. 30% neyinir? 30-da 30 bölü 100 x. Bərabərdir 100-ə. Buradan toplasam nə alaram? 50x bərabərdir 50 vur 2 vur 100. İxtisar getsə x bərabər olacaq 200-ə. 200-ün 25%, yəni 1/4 hissəsi nə olur? Olur 50. Suala baxaq uşaqlar. Nisbətlər verilib, deyir ki, D ədədi B ədədindən neçə faiz çoxdur? Baxın uşaqlar, mən burada nisbətlərə fikir versəm, A-nı istəyirəm ki, 3 götürüm, olmur. Çünki burada A nədir? 1-dir və fərqlidirlər, düzdürmü? Buradan istəyirəm S-ni 4 götürüm, götürə bilmirəm. Çünki burada S nədir? 3-dür. Gəlin bu nisbətləri bərabərləşdirək. Yəni, ədədləri bərabərləşdirək. Bunun üçün nə etməliyəm? Buranı 3-ə vuram. Birincini olduğu kimi saxlayıram 3 bölü 5. İkincini A bölü S-ni nə edirəm? 3 bölünsün 12 şəklində yazıram. Yəni 4/1 demək elə 12-də 3 deməkdir. Nə fərqi var ki? S bölü D-ni. Baxın, hansı ortaqdır burada? S. Baxın, vuraq 4-ə. Çünki burada S nədir? 12-dir. 12 bölünsün 8 almış olacam. Baxın, D ədədi B ədədindən. Mən artıq buradan A-nı 3 götürə bilərəm. B-ni 5 götürə bilərəm. S-ni 12 götürə bilərəm. Və D-ni 8 götürə bilərəm. Deyir ki, D ədədi B ədədindən neçə faiz çoxdur? Bayaqlara nə demişdim? Kəmiyyətlərin dəyişməsinin faiz ifadəsi. D çıxılsın B, bölünsün dan-dən. Dan-dən hansına aiddir? B-yə aiddir. Bölünsün B, vurulsun 100. Bərabərdir. 8 çıxılsın 5, bölünsün 5, vurulsun 100. Bərabər 3 bölü 5, vurulsun 100. Olur 60%. Bu qədər asan uşaqlar. Ümid edirəm ki, video sizlərə faydalı oldu. Mənim sizdən kiçik bir xahişim videonu bəyənib xoş rəylərinizi bildirməyinizi unutmamağınızdır.